Xoş gördük MTV izləyiciləri. Bugünkü mövzumuz elektron elmin inkişaf problemləridir. Qonağımız Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər Şöbəsinin müdiri, Riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranovdur. Fariz müəllim, xoş gəlmisiniz. Xoş gördük xanım. Demək, fevralın 11-də Azərbaycanın Rəqəmsal Arxitekturası adlı vahid fəaliyyət proqramına həsr olunmuş. Ölkə rəhbərimiz cənab İlham Əliyev böyük bir müşavirə keçirib və müşavirədə geniş miqyaslı çıxış edərək ölkənin texnoloji gələcəyinə dair strateji prioritetləri diqqətə çatdırıb. Rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində ölkənin uzun müddətli dayanıqlı inkişafının təmin edilməsi haqqında fikirlər söyləyib. Bu sizin işinizə hansı istiqaməti verir? Siz Şamal xanım, çox belə ciddi sualdır da və biz təbii ki, həmin o verilişdə izləmişik də, onun haqqında olan yazıları da oxumuşuq, təhlil eləmişik. Hətta Rəyasət Heyətinin iclaslarında da ona həsr olunmuş müzakirələr aparılıb və bizim şöbəyə də bununla bağlı konkret tapşırıqlar verilib. Bu, belə deyək də, ölkə üçün tale yüklü, akademiya üçün də belə bir çox ciddi vəzifələr müəyyən edən bir istiqamət, fəaliyyət istiqamətidir ki, bundan kənarda qalmaq və yaxud da burada hər hansı bir düşünülməmiş hərəkət eləmək qeyri-mümkündür. Çünki burada hər bir addım düşünülüb, hər bir addım təhlil olunub, hər bir addım da vəzifəsi müəyyən olunub. Akademiya üçün də bu çoxlu konkret icra olunması vəzifələri müəyyən eləyib. Bu da ondan asılıdır ki, Elmlər Akademiyası ümumiyyətlə bu zəka tələb edən fəaliyyətdir, növüdür və akademiyada bilirsiniz ki, artıq 3 ildən artıqdırsa, müəllim yeni akademiya prezident təyin olunandan sonra ilk gördüyü tədbirlərdən biri də akademiya rəyasət aparatında bu istiqamətdə fəaliyyətin təşkili olub. Konkret olaraq Elektron Akademiyası şöbəsini yaradılıblar 23-cü ildə yanvar ayında, 18-də. Və onun vəzifələri də müəyyənləşdirəndə, bax, bu rəqəmsal inkişafla bağlı konkret tədbirlər verilib şöbəyə, vəzifələri müəyyən olunub və biz fəaliyyətə başlamışıq. Onlar içərisində elektron elmin vəziyyəti ilə bağlı, yəni işlər görülüb, bu da tapşırılıq verilib, biz başlamışıq bu işləri görməyə. Elektron akademiyada nəşr olunan jurnalların fəaliyyətini yenidən təşkil edir ki, elmi jurnalların idarə olunması sistemi yaradılması barədə tapşırıqlar verilib. Alimlərin fəaliyyətinin dəyərləndirilməsi üçün elmi metrik məlumatların toplanması tapşırıqları verilib. Onları bizə icra olunmağa başlamışıq. Sonra belə deyək də, indi akademiya fəaliyyətində beynəlxalq əlaqələrlə bağlı geniş işlər görülüb deyənə, bu sahədə də o əlaqələrin konkret olaraq təşkili ilə bağlı müəyyən bir baza tədbirlərin görülməsi bizdə icra olunub, görülüb, başlanılıb və indi həmin o rəqəmsal arxitektura deyilən söhbət ki, artıq ölkə səviyyəsində icra olunur və tapşırıqlar verilir. Bax, həmin rəqəmsal arxitekturanın o baza elementlərinin yaradılması deyək də. Bax, biz 3 il bundan əvvəl artıq bizim şöbədə fəaliyyətə başlamışdıq. Yəni, orada deyilən innovativ fəaliyyətlər var ki, onun üçün rəqəmsal transformasiya deyilən bir fəaliyyət var ki, orada kriptoloji tədqiqatlar var ki, onlar hamısı qeyd olunmuş həmin ölkənin rəqəmsal arxitekturasında və ilk olaraq da orada həmin rəqəmsal transformasiyadan söhbət getmişdi ki, tapşırıq kimi verildi ki, ölkədə bu işlər görülməlidir. Konkret də müəyyən vəzifələr müəyyən olunub, sonra artıq süni intellektlə bağlı dövlət qərarları çıxdı. Tədbirlər planı da bu yaxınlarda qeyd olundu, təsdiq olundu, 27 fevral səhv eləmirəmsə. Yəni, artıq onlar bir-biri ilə əlaqəli, bir-biri ilə əsaslı olaraq, ardıcıl olaraq müəyyən olmuş vəzifələrdir. Və burada da akademiyanın üzərinə, xüsusən də bizim şöbənin üzərinə düşən məsələ nədir? Azərbaycan dili ilə bağlı məlumat bazasının yaradılmasıdır. Yəni, rəqəmsal transformasiya deyəndə biz təkcə kağızların, kitabların, jurnalların kağız variantından surətin çıxarılıb elektron variantına keçirilməsindən getmir. Söhbət burada Azərbaycan dilində məlumat bazalarının formalaşdırılması ki,
o artıq təhlil oluna bilir. Süni intellektin bir daxilində, belə deyək də, dil modellərində istifadə olunması üçün yararlı ola bilir və həmin bax rəqəmsal transformasiya deyəndə biz bu fəaliyyəti nəzərdə tuturuq və onu da icra edirik. Rəqəmsal transformasiya deyəndə əvvəllər bir Xerox qoyurdular, skaner eləyirdi, kompüterə yazırdılar. O biraz öz yerində, amma indi artıq məlumat bazaları formalaşdırılması söhbət olandır. Məlumat bazalarının formalaşdırılması artıq özünə məxsus tələblər var, özünə məxsus şərtlər var, özünə məxsus texniki baza olması tələb olunur ki, serverlər lazımdır. Onların belə deyək ki, xidmətinin fasiləsiz xidmət göstərə bilməsi təşkil oluna bilməlidir. Siz bilirsiniz ki, Elmlər Akademiyası artıq əvvəl AMİA olanda bizdə mövcud olan texniki baza keçdi Elm və Təhsil Nazirliyinə, informasiya texnologiyanın nəzdində idi. Düzdür, əməkdaşlıq var, onlar bizə dəstək göstərirlər, heç bir belə deyək də, orada problem yoxdur, amma daxili, belə deyək də, o əlaqələndirmənin qurulması üçün müəyyən bir struktur kimi, bir korporativ bir qurum kimi təsvir olunması üçün onların bir yerdə cəmlənməsi, çünki söhbət rəqəmsaldan gedir. Və yaxud bizim bir korporativ meylimiz gedirdi Science Az üzərindən, amma artıq həmin o Science Az həm Elm və Təhsil Nazirliyindədir, həm də akademiyada, AMİA-dadır. Odur ki, məsələn, adicə bir korporativ fəaliyyətin göstərilməsi üçün biz ANAS Az, belə deyək də, korporativ mail sistemi yaratdıq ki, çünki jurnallara təqdim eləyəndə də biz artıq ANAS Az üzərindən təqdim eləyək. Yəni, bu cür müəyyən bir texniki bazis, belə deyək də, funksiyaların yaradılması, təmin olunması bizim ilkin olaraq gördüyümüz işlərdən idi. Wikipediyada vəziyyət necədir? Şu an baxın, belə deyək də, məqalələrin keyfiyyət göstəriciləri, məsələn, orada hansı meyarla ölçmək olur? Wikipediyanın dərinlik dərəcəsi deyək də, bir 56-dır. Mən səhv eləmirəmsə, ən axırıncı göstərici 56 idi. Bu kifayət qədər yüksəkdir. Azərbaycan dilli, Wikipediyanın Azərbaycan dili bölümündə dərinlik dərəcəsi yüksəkdir. Amma orada müəyyən çətinliklər də var ki, baxın, il ərzində, səhv eləmirəmsə, indi Azərbaycan dilli sektorda 210 min məqalə var Wikipediyanın da. İllik baxanda Azərbaycan üzrə hər 10 məqalədən 9-unu akademiya verir. Yəni, o elə bir işdir ki, o ictimai fəaliyyətdir. Yəni, həvəskar fəaliyyət, o dövlət xidməti deyil ki, sən bir tapşırıq verəsən, bir laboratoriya əsasən onu icra eləsənlər. Orada könüllülər fəaliyyət göstərirlər. Amma indi belə deyək də, məlumat bazası olaraq istinad oluna biləcək məlumat bazası, yəni Wikipediyada o məlumatların etimadlılığı üçün istinad olunacaq bir mənbələr göstərilməlidir. Etimadlı istinad olunacaq mənbələr göstərilməlidir. Təbii ki, bunlar elmi jurnallar ola bilər, müəyyən bir monoqrafiyalar olaraq ki, nüfuzu beynəlxalq alimdə tanınmış olsun. Və odur ki, akademiyanın özündə bax, belə bir mənbələrin yaradılması da bir şərtdir. Və belə olduğu halda elə bir mənbələrə də istinad verəndə Wikipediya onu qəbul eləyir. Yəni, bax, bu cür kompleks tədbirlərin görülməsi üçün biz hər cür, belə deyək də, təşkilati fəaliyyəti də özümüz icra edirik. Akademiya cəhətdən müəyyən qədər kənar qurumlardan fərqli olaraq fəaldır. Özü gözə görünən dərəcədə fəaldır. Yəni, həm etimadlı, nüfuzlu mənbələrin yaradılması, söhbət rəqəmsal mühitdən gedir. Onlara istinad olaraq məqalələrin hazırlanması. İnanın ki, hər 10 məqalədən, belə yaradılmış 10 məqalədən bir 4-ü, 5-i, bəlkə 6-sı Wikipediyanın o idarə heyət tərəfindən silinir. Çünki düzgün yazılmır, düzgün yerləşdirilmir, düzgün istinad olunmur. Həvəs göstərirlər, yazırlar, yaradırlar. Sonra isə silinir. Tam qaydasına nə vaxt düşə bilər təxmin? Bu, bilirsiniz, Wikipediya ictimai bir ensiklopediya olduğuna görə o söhbətin proqnoz verilməsi ümumiyyətlə mümkün deyil. Çünki könüllülərin işidir. Orada hansısa bir məsul təşkilat yoxdur ki, deyim ki, Wikipediya qarşısında öz üzərinə bir öhdəçilik götürüb onu icra edir. Söhbət könüllülərdən gedir. Akademiya sadəcə olaraq bir ziyalı bir qurum olduğuna görə bunu dərk eləyir və könüllülər də bu sahədə fəaliyyət göstərirlər. Yəni, bu məsələ gündən, hər gün yenilənən bir fəaliyyətdir. Bəs nəzarət necə olur onu? O, Wikipediyanın özünü idarə etmə qurumu var, onlar nəzarət edirlər. Yəni, o, akademiya tərəfindən nəzarət oluna biləcək bir iş deyil. Wikipediya ayrıca bir qurumdur, onun akademiyaya bir daxili bir fəaliyyət sahəsi yoxdur.
O beynəlxalq qurumdur. Səhv eləmirəmsə Kanadada yerləşirlər mərkəzi. Azərbaycanda onların idarəçiləri var. Onlar nəzarət edirlər. Onlar baxmayaraq sən kimsən, hansı məqalə yazmısan, onlar ona baxırlar, müzakirə edirlər və kollektiv qərar çıxardır, səs vermə ilə deyəsən orada lazım birinə silirlər və ya bloklayırlar. Fariz müəllim, bəs akademiyanın lisenziyalı kommunikasiya layihələri necə həyata keçirilə bilir? Elektrik məlumatlar bazası var. Biz deyirik də özümüz ki, alimlərin fəaliyyətinin haqqında rəqəmsal, nüfuzlu bazalarda olan məlumatların toplanması deyirik də. Tutaq ki, Scopus bazası, Web of Science bazası, məsələn, ORCID, məsələn, o ID-lər qeyd olunur. Tutaq ki, ResearchGate-də və yaxud da TÜBİTAK Bulaq-BİM-də, Springer-də onlar kifayət qədər tanınmış nüfuzlu bazalardır. Elektrik məlumatları toplayıb yığanda biz o bazalarda olan alimlərimiz haqqında məlumatları sadəcə olaraq götürüb toplayırıq. Biz orada o alim haqqında heç bir əlavə məlumat qeyd eləmirik, əlavə də eləmirik. Biz yalnız qeyd eləyirik ki, götürüb göstəririk ki, tutaq ki, Scopus bazasında və yaxud WebOps bazasında alimin profili var. O profildə Scopus bazası alim haqqında bu məlumatları verir. Biz onlara istinad veririk. Onu biz dəyişə bilmərik. Düzgün deyil. Yəni, burada qarşılıqlı etimad söhbəti var. Və bu zamanda, məsələn, o mühitdə fəaliyyət göstərən qurumlar da yalnız etimadlı, lisenziyalı proqramlarla işləyən qurumlara üstünlük verirlər. Adicə, məsələn, götürün bir jurnala siz məqalə göndərmək istəyirsiniz. O dəqiqə sizdən soruşur ki, korporativ meyli ver. Yəni, Gmail-dən və yaxud da ki, başqa yerdə olan, ümumi istifadədə olan meyli istəmir. Çünki korporativ meyli istəyir ki, görək doğrudan mı sən oranın qurumda təmsil olunursan, yoxsa yox. İndi baxın, adicə ofis proqramlarıdır. İndi çox yerdə lisenziyasız proqramlardan istifadə olunur. Jurnala göndərəndə də onlar onu irad bildirir ki, siz də bu, belə deyək də, müəllif hüquqlarını qorumursunuz. Lisenziyasız proqram o deməkdir ki, hansı kimsə məhsulunu götürürsən, istifadə edirsən də. İndi ona görə də biz, məsələn, Microsoft şirkəti AMIA-nın fəaliyyətini özü 4 ay monitorinq elədiyi və bizə bir rəsmi bildiriş də göndərdi ki, mən doğrudan da Microsoft şirkəti AMIA-nın fəaliyyətini monitorinq eləyib və təsdiq eləyir ki, AMIA elmi tədqiqatla məşğul olan bir akademik qurumdur. Və özünün bir şirkət, korporativ şirkət fəaliyyəti çərçivəsində onların bonus layihələri var ki, onlar AMIA bonus verdilər ki, bax, pulsuz olaraq biz sizə lisenziyalı ofis proqramlarından istifadə etməyə icazə veririk. Pulsuz. Güzel. Üstəlik də özlərinin, belə deyək də, Microsoftun özünün də, belə deyək də, poçt serveri var, mail serveri var və akademiya icazə verdi ki, biz onlardan 2000 sayt, deyək də, adam üçün korporativ mail serveri yaradaq, istifadəyə verək, 1 gigabit də hər bir mail üçün yaddaş verdilər və ANAS mail serverin biz onların üzərindən tam qorunur. Çünki Microsoftun dəstəyidir, Microsoftun mühafizəsidir. Biz onu artıq AMIA-nın əməkdaşları üçün, jurnalları üçün korporativ mail kimi təqdim edirik. Artıq 1000-dən artıq əməkdaşımız bu mail serverdən istifadə edir. Özü kifayət qədər fəal istifadə edirlər. Çünki ANAS Microsoftun üzərindən işləyir, çox sürətlə işləyir, çox təhlükəsizdir. Orada heç bir əlavə bir, belə deyək də, narahatçılıq yoxdur. Bu, belə bil ki, Microsoftun bir akademik qurumu olaraq lisenziyalı fəaliyyət sahəsində bizə göstərdiyi bir dəstəkdir. İndi siz təsəvvür edin ki, bu bizə nə üstünlüklər verir? Elmi jurnalların idarə etmə sistemi deyirik də. Biz akademiyada Azərbaycan Riyaziyyat Cəmiyyətinin bir Azərbaycan Riyaziyyat jurnalı var. 2010-cu ildən o artıq fəaliyyət göstərir. Mən onun redaktoruyam, texniki redaktoruyam. Və o jurnal həm Web of Science-a daxildir, həm də Scopus-a. Biz bu akademiyada artıq elmi jurnalların idarə etmə sistemi yaradanda onu nümunə olaraq bir platforma yaratdıq. Hansı ki, Web of Science onu qəbul edir, Scopus onu qəbul edir, açıq jurnallar sistemi deyilən bir sistem var, o da onu qəbul edir və oraya düşən məqalələr avtomatik olaraq Google Scholar-a inkas olur, o dəqiqə inteqrasiya olunur və biz bu sistemi yaratdıq və TÜBİTAK-la birgə biz bunu müzakirə edib bir qərar verdik ki, eyni cür fəaliyyət quraq.
Yəni Türkiyədə TÜBİTAK qurumunun TÜBİTAK Ulaqpiyum dərgi park sistemi var. Ona analoji qurduq və onlar bizim gəldilər, özləri bizim fəaliyyəti yoxladılar. Özləri oradan bizim jurnalların saytlarına girib baxdılar və qərara gəldilər ki, bizim 3 jurnalımızı ilkin olaraq TÜBİTAKın jurnallar sisteminə daxil eləsinlər. Yəni Azərbaycan jurnalı, Amiyanın jurnalları Türkiyənin jurnalları kimi yayımlanır. O bizə nə üstünlük verir? Birincisi, məsələn, beynəlxalq aləmdə təmsil olunmaq hər bir qurum üçün, belə deyək də, reyting göstəricisi kimi çox vacibdir. İndi təsəvvür edin ki, Azərbaycan dilinin tarixi, ədəbiyyatı, məsələn, nüfuzlu jurnalların bazasına düşmək üçün keyfiyyətli ingilis dilinə tərcümə olunmalıdır. Çünki o Scopus bazası, Web of Science bazası əksər halda ingilis dilindedir. Amma Azərbaycan folklorunu, Azərbaycan ədəbiyyatını o cür dəyərini saxlamaqla ingilis dilinə tərcümə etmək çətin məsələdir. Amma türk dilinə tərcümə etmək asandır axı. Biz beynəlxalq bazaya türk dilli mühit üçün çıxa bilərik. İndi Azərbaycan dili ədəbiyyatı və folkloru və yaxud da dilçiliyi ta ki türk dillilər üçün daha maraqlı ola bilər. Güman edirəm, ingilis dillərdən və yaxud fransızlardan bu daha önəmlidir bizim üçün. Bax, ona görə də biz bu sistemi türklərlə eyniləşdirib yaratdıq və hazırda Amiyanın dərgi parkı deyilən bir qurum kimi də var, bir elmi jurnalların idarə etmə sistemləri var və biz həmin jurnalda Crossref-də akademiya yenə ali qurum kimi qeydiyyatdan keçib və həmin jurnallarda çap olunan məqalələr üçün doyuları biz mərkəzləşdirilmiş qaydada Crossref-ə ödeyirik, amma jurnallar üçün, müəlliflər üçün o ödənişsizdir. Bu xidməti təşkil edirik. İndi təsəvvür edin, gör nə alır. Biz korporativ maili götürürük Microsoft-dan, doyunu götürürük Crossref-dən, açıq jurnal sistemi kimi, Web of Science-ın, Scopus-un tanıdığı lisenziyalı bir platforma kimi biz orada fəaliyyət göstəririk və yəni hamısı beynəlxalq nüfuzlu bir bazalar tərəfindən Amiyanın fəaliyyəti tanınır. O bizə nə üstünlük verir? Biz dərgi park olaraq bir elmi jurnalların naşirlik sistemi kimi Scopus-a müraciət elədik ki, bizim də jurnallarımız var, baxın, görək, dəyərli deyir, onlar qəbul elədilər bizim fəaliyyətimizi, jurnallarımızın fəaliyyətlərini təhlil elədilər, müəyyən qeydlər elədilər, tövsiyələr verdilər, düzəlişlər tələb elədilər və hər dəfə də bizə vaxt qoydular ki, vaxt ərzində bunu eləyin. Siz inanırsınız ki, artıq bizim bir jurnalımız bizim təqdimatımız əsasında Scopus tərəfindən baxıldı və qəbul olundu, artıq Scopus bazasında indeksləşdirir. Yəni akademiyanın tarixində bax bir elmi jurnal idarə etmə sistemi kimi təqdimat da olundu, baxıldı da və uğurla da nəticələndi. Uğurlu bir addımdır. Uğurlu bir addımdır. Bizim üçün 25-ci ildə bu bizim üçün belə bir xoş bir belə deyək də yekun nəticəsi kimi də biz bunu çox ürəklə belə qeyd elədik ki, artıq akademiyanın fəaliyyəti Microsoft tərəfindən tanınır. Crossref tərəfindən tanınır, Scopus tərəfindən tanınır, adımız ANAS adı kimi hər bir yerdə o siyahıda var. Və çox belə bir ürək açan bir sistem oldu ki, və biz bu sahədə artıq başqa qurumlara da müəyyən bir metodiki, belə deyək də, məsləhət kimi də, konsultativ bir dəstək kimi də biz o xidməti göstəririk. Fazil müəllim, süni intellektin akademiyanın işinə nə kimi təsiri ola bilər? Yəni ki, bizim alimlərimiz süni intellektdən necə faydalana bilər? Çox ciddi sualdır. Bu süni intellekt anlayışı çoxdan var idi, amma son 5 ildə o qədər sürətlə inkişaf elədi ki, heç açılıb axıla gəlməz dərəcədə göz qabağındadır. Orada bir neçə ciddi məqamlar var. İndi süni intellekt tutaq ki, Microsoft yaradıb ChatGPT-si var, Google yaradıb Gemini-si var, Çinlilərin var, nə bilim Elon Musk'ın yaratdıqsı var. Onlar hərəsi özlərinin proqramlarını yaradıb. İndi burada maraqlı bir məqam var da. İndi baxın, siz süni intellekti tətbiq eləmək istəyirsiniz. Proqram var, ekranı açırsınız, gəlir. Sizə maraqlanan sualı verirsiniz. Həmin o proqram, süni intellektin o proqram deyək də, o onu gedir araşdırır. İndi ya sizin verdiyiniz məlumat bazasından axtarır və yaxud da gedir özünün əlində olan məlumat bazasına daxil olub, oradan axtarır, sizin sualın, sorğunun cavabını tapıb gətirir. Siz də sevinirsiniz ki, nə asandı oldu, nə rahat oldu. Bu çox gözəl bir işdir, bu gözəl bir imkandır. Amma növbəti bir sual çıxır ki, bu şirkət yerləşir xaricdə, proqram yerləşir xaricdə. Siz məlumatları yığırsınız, toparlayırsınız, hazırlayırsınız, ötürürsünüz onlara. Hələ onlara bir ödəniş də eləyirsiniz ki,
bu məlumatı mənə təhlilə ver, bu sualın da cavabını ver. Yəni nəyin varsa, bu dəqiqə belə deyək də, bu məlumat məsələsi, bilik məsələsi dünyada iqtisadiyyatın əsasını təşkil edən bir məfhumdur. Yəni ən dəyərli bir sistem kimi məlumatlardır. Çünki bütün fəaliyyətin axırında hesabat, məlumat, nəticə, qərar qəbul etmək, yəni məlumat əsaslı qərar qəbul etmək bir anlayışı da var. Onlar hamısı bunun üzərində qurulur. Və siz onu da özünüz də, hələ üstəlik pul da verirsiniz xariciyə. Bəs yaxşı, biz suverenitet deyilən, belə deyim, müstəqillik deyilən bir anlayış varsa, süni intellekt, suverenlik burada necə təmin olunacaq? Və o qurumlar da hamısı özünüz bildiyiniz kimi Azərbaycan dilini də tətbiq eləyirlər, özləri kimi, öz bildikləri kimi və istənilən vaxtda da bizə blok qoysalar, deməli biz o imkandan xaric olacaq da. Məlumatlar hamısı oraya ötürmüşük, dilimiz də onlar inkişaf elətdirirlər, amma bizim dilimizi söndürdülər. Biz qaldıq izolyasiyada. Bəs belə olan halda suverenlik anlayışı necə təmin olunacaq? Deməli, belə olduğu halda biz özümüz də milli suveren süni intellekt bir bazasını yaratmalıyıq. Necə ki, məlumat bazası, hansı ki, süni intellekt üçün vacibdir, məlumatları toplayırıq, yığırıq. Süni intellekt, süni intellekt bazasını yaratmalıyıq. Bu nə deməkdir? Deməli, onun üçün fiziki bir baza olmalıdır, hesablanma bazası olmalıdır. Xüsusi yeni bir müasir CPU cipləri deyirlər də, indi Nvidia şirkəti. Onların üzərində qurulmuş bir müəyyən bir resurslar olmalıdır. Sonra Azərbaycan dilinin işləyə biləcəyi bir modellər olmalıdır və o həmin hesablama resurs bazaları və dil modellərinin emal ediləcəyi məlumat bazaları olmalıdır. Bu hamısı da indi ki, bunun texniki, texnoloji tərəfləri var ki, xaricdən alıb gətirib qoyuruq. Biz Azərbaycan dilini xaricdən alıb gətirə bilmərik, deməli özümüz işləməliyik. Orada da akademiyanın üzərində xüsusi müəyyən məqamlar var ki, biz dilin təhlilini elə aparmalıyıq ki, süni intellekt orada nəticə verəndə o götürüb istifadə etdiyi məlumatlarda yanlışlıq olmasın. Düzgün cavab versin. Bu sadə kadrlarımız varmı? İndi bax, mən burasını gəldim dedim, indi təsəvvür edin ki, süni intellekt zəka deyək də. Süni zəka nədir? Siz süni zəkanı təlimləndirirsiniz, maşın təlimi deyilən bir şey var. Ona nə eləməyə instruksiya verirsiniz, göstərirsiniz, xüsusi qaydada da məlumatı da verirsiniz, tapşırığı da verirsiniz. Sizin tapşırığınızın təliminiz əsasında o işləyir. Gecə-gündüz işləyir, 24 saat, 7 sutka işləyir. Hətta siz onu yüzlərlə elə bir maşın işə sala bilərsiniz və sizin üçün bu işləri görə bilər. Nəticəni sizə verə bilər. İndi bax, söhbət siz dediniz gəlib çıxır ki, birincisi bunu eləyə biləcək kadr varmı? 1 nəfər, 2 nəfər, 5 nəfərdir. Və oradan faydalanıla biləcək, bir fayda götürə biləcək bir kadr varmı? Siz necə? Orada ondan istifadə edilib dəyərlənmək, faydalanmaq özü vacibdir. Yəni, siz ora resursa xərc çəkirsiniz, vəsait sərf edirsiniz, yaradırsınız. Amma ondan bəhrələnə bilirsinizmi? Və onun üçün də bizdə də struktur elə qurulmalıdır ki, süni intellektin tətbiq oluna bilməsi müəyyən bir fayda gətirə bilsin, bəhrə gətirə bilsin ki, biz də süni intellektdən, süni zəkadan bəhrələnə bilək deyə bilərik. Bayaq mən sizə misal göstərdim ki, həmin o Microsoftdan, Crossref-dən, Scopus-dan biz bəhrələnə bilirik. TÜBİTAK-dan bəhrələnə bilirik ki, Azərbaycan jurnalı türk dilli mühitdə, Scopus mühitində artıq yayımlanır. Biz buna bəhrələnə bilirik ki, bizim gerçəkliyimizi artıq nüfuzlu bazalarda tanıyırlar, onlara istinad gəlir, onlar qeyd olunur və biz sabah da həmin mənbələrə nüfuzlu mənbə kimi, etimadlı mənbə kimi istinad verə bilirik. Bax, belə bir fəaliyyəti biz süni intellekt sahəsində də qurmalıyıq. O bizim qarşımızda duran vəsibələrdən bayaqlar siz qeyd elədiyiniz həmin müşavirədə qeyd olunan, hansı ki, fəaliyyət planı təsdiq olunan ki, bəndlər var. Bax, onlardan biri budur. Və bununla yanaşı biz artıq müəyyən işlər görmüşük. Və onu biz akademiyanın saytı var, Science Scovas saytında da onun ana səhifəsində rəqəmsal akademiya bölməsi var. Orada biz göstərmişik belə bir insan resursları və elmmetrik məlumatlar bazası. Biz akademiyanın əməkdaşlarının profillərindəki məlumatları götürürük. Orada süni intellektin tətbiqi olunması ilə necə bütün dünyada tətbiq olunur, biz onu təhlil edirik və alimlərin tədqiqat xəritəsini yaradırıq. Yəni, süni intellekt meyarları əsasında bu insan, bu alim kimdir? Süni intellekt bunu necə dəyərləndirir? Və ona oxşar dünyada kimlər var ki, bu cür tədqiqatları aparır?
onlar bilavasitə vizual əlaqələrini göstərir ki, bax bu cür tədqiqatlar plan-plan ölkələrdə, plan-plan alimlər tərəfindən aparılır və onlarla əlaqələri necə qurula bilər? Necə istinadlar yaradıla bilər, necə birgə layihələr tətbiq oluna bilər, necə hətta tövsiyə oluna bilən layihələr də var orada ki, siz onlarla plan kəsdən tutaq ki, birgə layihə bu sahədə, bu mövzuda yarada bilərsiniz, işləyə bilərsiniz ki, faydalı ola bilər. Bu artıq süni intellektin bizə verə biləcəyi faydalardandır. Bu həm beynəlxalq əlaqələrin belə deyək, yaradılması və gücləndirilməsi istiqamətində görülə biləcək bir işdir. Həm də ümumiyyətlə belə deyək də, o süni intellekt artıq orada bir ranqlaşdırma, siyahlandırma, bir dərəcələndirmə bir meyarları yaradır ki, kimlə biz daha yaxınıq. Bir var axtarırsan, nə bilim, haradasa kimsə var, heç bizi tanımır, heç bizlə heç bir əlaqəsi də yoxdur. Bir də var, göstərir ki, bax, siz artıq bunlarla bu işləri görə bilmişsiniz, haradasa bir yerdə olmuşsunuz, haradasa bir yerdə mövzuda olmuşsunuz, siz bunu qrup yaradıb gücləndirə bilərsiniz. Bu artıq süni intellektin bizə verdiyi tövsiyələrdir. Hansı ki, o dayanmadan hər sutkanın deyirəm, 24 saat o fəaliyyətdə olan bir iş gedir, biz olmadıq, proqram işləyir. Və onun hər dəfə bizə yeni bir tövsiyələr, yeni bir əlaqələr, yeni bir kontaktlar o təqdim eləyir. Biz ona baxanda hər dəfə görürük ki, məlumat yenilənib. Və hətta belə deyək də, biz özümüz də baxırıq ki, kim çox bizə baxır. Bizim özümüz üçün də maraqlı oldu ki, bizə ən çox baxan Fransadır. Bizi ən çox izləyən Fransadır, Yaponiya, Amerika. Deməli, uğurumuz var ki, izləyirlər. Yəni görünür, maraq var da. Fərzəm, texnologiya günbəgün yox, anbaan inkişaf edir müasir dövrdə. Yəni süni intellekt, yəni elektronlaşma, data analitika anbaan inkişaf edir demək olar ki, və ondan ayaqlaşmaq çox çətindir. Mən belə baxıram ki, yəni akademiya yəni ayaqlaşa bilir. Azərbaycan dilinin özünü təhlil edəndə baxırsan ki, türk dilləri sırasında o belə deyək də, türk dilləri özləri də aqnutativ dillər sistemindədir də. Yəni Finlər də oradadır, Koreyalılar da oradadır. İndi Azərbaycan dili mən təhlil elədim. Biz Azərbaycan dilinin təhlili üçün bir riyazi model yaratdıq. Bir balaca sınaqlar keçirdik də. Şamama xanım, sizi əmin eləyə bilərəm ki, biz sınaqların əsasında gördük ki, Azərbaycan dili riyazi dilə bir yaxın bir dildir. O qədər dəqiq dildir. O qədər detallaşmaya imkan verir ki, o qədər, belə deyək də, o hər bir şəraitdə uyğunluq yaratmağa imkan verir. Əvvəla biz elə bilirdik ki, Azərbaycan dilinin imkanları çox da yüksək deyil. Amma sadəcə olaraq məlum olur ki, onun imkanları çox yüksəkdir, biz sadəcə ondan istifadə eləməmişik. İndi belə bir sadə bir misal göstərim də sizə də. Aqnutativ dillərdə necədir? Kök var, şəkilçilər var, müəyyən qaydalar var, düzdürmü? Kökə şəkilçilər əlavə olunur, müəyyən qaydalarla da. Yaxşı, Azərbaycan dilində nə qədər şəkilçi var? Mən çox adamlardan soruşmuşum, bu sayı heç bilən də yoxdur. Axırıncı Dilçilik İnstitutunun kitabında, Məsud müəllim kitabında 393 qeyd olunmuşdu da. Biz bunu araşdırdıq, 2 ay ərzində 800-dən artıq şəkilçini biz qeydə aldıq. İndi siz təsəvvür edin ki, türklərdə 700 nə qədərdir, Qazaxlarda 700 nə qədərdirsə də, biz 800 artıq keçmişik. Yəni, ən çox, belə deyək də, inkişaf eləmək üçün bu cür imkanlar var. Biz bundan sadəcə istifadə eləməmişik, istifadə eləməyimiz də vacibdir. Əgər biz oradan da bu potensialı gerçəkləşdirə bilsək, dil modelində bunu nəzərə ala bilsək, inanın ki, türk dilləri içərisində Azərbaycan dili ən belə dəqiq işlənilə biləcək bir dil çevrilir. Mən bunu adicə bir təsadüf kimi demirəm də, bu beynəlxalq türk əlifbası ki, yaratdılar ha. 34 hərfdən ibarət 32 Azərbaycan hakidir. Deməli, Azərbaycan dili, bax, belə bir universal və baza funksiyası daşıya bilər də. Bu dilin zənginliyi demək deyilmi? Və bundan istifadə eləmək lazım deyilmi? Gör nə qədər imkan açır, necə gerçək potensial yaradır. Sadəcə ondan faydalanmaq lazımdır və biz bunu istifadə eləmək istəyirik. Təşəkkür edirik. Yeniləşən akademiya daha böyük uğurlar arzulayırıq.